ölkədə müxalif düşünən insanları, müxalif fəaliyyət göstərən, deyək ki, hətta jurnalistləri belə deyək, həbs eləmək çıxış yolu deyil. Bu həbslərlə Azərbaycan insanlarının, aktiv kəsimin, siyasi cəhətdən aktiv insanların məsələlərlə başını qatmaq və sonra da bu məsələdə hər hansı bir müsbət addımın atılması ki, bu vacib də atılmalıdır, bu insani bir addımdır. Bunu da belə bir ciddi mənada böyük bir qəhrəmanlıq hekayəsinə çevirmək, əlbəttə ki, xalq bunların hamısını görür. Bizim nə deyib deməməyimizdən asılı olmayaraq dəyərləndirir, qiymətləndirir. Çox könül istərdir ki, bu addımlar öncədən olmasın. Amma çox təəssüf ki, biz bu prosesləri zaman-zaman yaşayacağıq. Çünki bunu yaşamaması üçün alternativ siyasi fikir söyləyən insanlara düşmən kimi baxmaqdan qurtulmaq lazımdır. Bu zehniyyətdən qurtulmaq lazım. Yəni, biri bir alternativ fikir söylüyorsa, müstəqilliyini və azadlığını ortaya qoyursa, bu insanları baskı altında saxlamaq, bu insanlara psixoloji, deyək ki, zərbələr vurmaq, bayaq da dedim, ölkənin gələcəyi üçün yaxşı işinə vəd eləmir. Mən hesab edirəm ki, Azərbaycan hökuməti bu haqda çox ciddi bir düşünməlidir. Dediyim kimi, agresiya, şiddət bizi heç bir yerə götürmür. Və bir an öncə bu siyasi məhbus məsələsindən də qurtulmaq lazımdır və bu addımlar atılmalıdır.